dərmanlarına, hər bir şeylərinə o pul xərclənməlidir. Necə paşa Holgün? Ana, qudurmusan? Cındır köpəyoğlu. Soskanın qaynatası olan bir İlhama baxın siz görün ha. Bu oğraş amcella. Bir qeyrət. Mən bir qeyrətlər görmüşəm. Bu bir qeyrətlərin bir qeyrətidir. Adam söz tapıb deyə bilmir ha bu alçağa. Cındır köpəyoğlu. Necə nə çok paşa Holgün deyəcək? Sənin başın üzülməlidir. Ay oğraş gəlib İranın qabağında dombalımısan, durmusan. Bir qeyrət köpəyoğlu. Qazilərə nə həyat qurmusan, nə də ki bir vəziyyət yaratmışsan onlar üçün. Hamısı diləmsi kimi şəhid ailələrdir ki, daxmalarda yaşayır. Bir qeyrət köpəyoğlu. O pullar ancaq qazi ilə şəhidlərə xərclənməlidir. Əgər o pul yol pulu olursa, can qoyublar, qan töküblər, sən alıver eləyirsən burada. Amcıq köpəyoğlu oğraş. Söymirəm, təhqir eləyirəm, təhqir. Qabil də, Elşad da, Əqidə qardaşlar da. Biz təhqir eləyirik, biz söymirik bunu. Düzgün yanaşın bu suala. Bu oğraşın boynu üzülməlidir, qəfəsə salınmalıdır bu oğraş ailəsi ilə. Faşə bir ailəni yığıb başına. Hələ Emin də oradan adı nədir, alıbdır, necə deyərlər, kilədə şey adı nədir, Nataşanı gətirib uşaqlarla bunun yanına tökübdür. Bu gözü ilə görüb götürən oğraş da bu da. Amma mən söz tapıb deyə bilmirəm artıq. Başa düşürsünüz? O pullar ancaq xərclənməlidir. Şəhid ailələrinə və bir də ki, qazilərə xərclənməlidir. Bu qədər də oğraşlıq olar, bu qədər bir qeyrətlik olar. Ayağa qalxmaq lazımdır. Hamı üsyana hazırlaşsın, hamının ağzını cırmağa hazırlaşsın. Başa düşün. Sistem sındırılmalıdır, dəyişilməlidir Azərbaycanda. İlham adlı dövlət başçısı, onun ailəsindən heç kim dövlət başçısı, onun komandası, hamısı məhv olmalıdır. Polisi ilə bərabər hamısının ağzı cırılmalıdır. Başa düşürsünüzmü? Bəsdir siz bu şeylərə dözdünüz. Hamı Qabillə irəli deyib, Elşadla, Əqidə qardaşlarla irəli deyib, bundan ağzını cırmaq lazımdır. Mənə düzgün başa düşün. Allah əmanəti. Hamı döyüşə hazır olsun. Hamı döyüş.